وقل رب زدني علما. Jazakumullah xeyran. Yəni gəlmisiniz. Yəni elm öyrənmək üçün. Və həqiqətən kim ki elm öyrənmək üçün gəlirsə, Allah Resulü sallallahu aleyhi ve sellem ona ilkin mərhaban bi talibil ilm. Yəni elm öyrənmək üçün gələnə mərhaban olsun, xoş gördük olsun. Yəni o vaxtı sahabelərdən biri gəlib deyir ki, ya Resulallah, yəni mən gəlmişəm elm öyrənmək üçün. Allah Resulü sallallahu aleyhi ve sellem, yəni bəşəriyyətin seyyidi olan insan həmin ona deyir ki, mərhaban bi talibil ilm. Yəni xoş gəlmisən ey elm tələbəsi. Ona görə elm tələbi həqiqətən də elm tələb eləmək ən uca məqamdır. Və kim ki düzgün şəkildə yəni elm tələb eləyərsə, yəni bu insan həqiqətən bəşəriyyətdə ən uca olan bir işlə məşğul olmuş sayılır. Ondan uca olan bir iş yoxdur. Elmdən uca olan bir iş yoxdur ki, yəni hansı ki elm öyrənən insan o işlə məşğuldur. Ona görə Allah Teala Quran-ı Kərimdə vəd verib. Deyir ki, "Yarfa'ullahu allazina amanu minkum vellezina utul ilme daracat." Allah sizdən iman gətirənlərin və xüsusən, yəni ümumən iman gətirənlər ucalıb. Kim ki Allaha iman gətirib, ucalıb. Və xüsusən də kim elm öyrənir, Allah nə edəcək onu? Ucaldacaq. Həm dünyada, həm də axirətdə. Ona görə sələflərdən, keçmiş alimlərdən, keçmiş ümmətlərdən, yəni nə qədər nəqillər var ki, elmdən ucalıb. Heç nə ucaltmayıb, amma elmdən hətta həmin insan məliklərdən, yəni başçılardan da nə olub? Üstün olub. Misal üçün, bir-iki misal vermək istəyirəm, sonra keçmək istəyirəm mövzumuza. Ata ibn Rabah, yəni tabinlərdən olub. Qara bir qul idi. Qara bir qul. Yəni Harun Ər-Rəşid rahiməhullah məlik idi, xəlifə idi. Və izdiham olur, həc izdihamından sonra istəyir ki, geçsin, nəsə sual versin Ata ibn Rabahə. Və deyir, yəni onun yanındakılar, onu qoruyanlar, cəmaatın o izdihamını yarırlar ki, xəlifə keçsin. O izdiham, yəni Ata ibn Rabahın dərsi idi. Onun üçün yığışmışdılar. Və gəlir o Ata ibn Rabahın qabağında diz çöküb oturur, iki oğlu ilə bərabər və sual verir. Deyir, o deyir, xəlifənin suallarını elə cavablandırdı ki, bir yerdə heç bir sual qoymurdu. Yəni təzədən səndə nəsə sual yaranmayıb ki, yəni sən deyəsən ki, bəs bu məsələ necə olur? Bəs belə olanda bəs bu necə olur? Yəni, hamısına bir-bir cavab onların elminin yəni böyüklüyünə, elminin genişliyinə dəlalət edir. Həqiqətən sələflərin elmi ələm və əhkəm və yəni onların elmi həm daha elmli və həmçinin daha hikmət və həmçinin əsləm, daha salamat idi. Və bəzi bidət əhli var, deyirlər ki, onlar daha salamatdır, amma biz daha elmliyik və daha hikmətliyik. Bu söz batil sözdür. Bidət əhlinin sözüdür. Və bu sözü kim deyirsə, bu sahabələri tanımır. Onların elmindən xəbəri yoxdur. Və sahabələr həm lüğət elmlərində, həm o bizim bugünkü gündə elm tələbələrinin öyrəndiyi usul-i fiqh elmidir və qavaid-ül fiqhiyyə elmidir və hamısı sahabələrin elmindən götürülür. Hamısı. Və kim bu elmlərin axır məxazını, əsas yerini bilsə, bilər ki, bu elmlər o sahabələrdən götürülür. Yəni onlar bu elmin başlanğıcını qoymasaydılar, bu elm olmaz idi. Ona görə Allah Teala Quran-ı Kərimdə bizə əmr edib ki, onların yolu ilə gedək. وَالسَّابِقُونَ مِنَ الْمُهَاجِرِينَ وَالْأَنْصَارِ وَالَّذِينَ اتَّبَعُوهُمْ بِالْإِحْسَانِ. Ona görə biz deyəndə ki, nəyə görə siz sələfi deyirsiniz özünüzə və yaxud da siz sələflərin yoluna gedirsiniz? Allah Quranda deyir. Deyir ki, "Əs-səbiqun əl-əvvəlun minəl-muhacirin vəl-ənsar." Əs-səbiqun, hamını ötüb keçən. Əl-əvvəlun, birincilər. Minəl-muhacirin vəl-ənsar. Sonra nə deyir? "Vəl-ləzīnə ittəbə'uhum bil-ihsan." Onlara gözəl şəkildə tabi olanlar. Yəni onlar Allahdan, yəni Allah da onlardan nə idi? Razı idi. Ona görə yəni onlarda əsl iman, əsl əqidə onlardaydı. Ona görə insan elm öyrənəndə bax onların elminə çatır. Onların bildiyi, yəni elmi öyrənir. Onların qoyduğu mənhəci öyrənir. Bu mənhəc ki, bunu Allah və Rasulu həmin mənhəci qoyub. Bu elm tələbi, bu elm tələbinin yəni başı əqidə elmidir. Elmül əqidə, əqidə elmi. O bu əqidə elmi hər bir müsəlmana vacibdir öyrənmək.
Hər bir müsəlmana vacibdir ki, öz əqidəsini, etiqadını yaxşı bilsin. Nəyə görə biz əqidə öyrənirik? Sual çıxa bilər. Nəyə görə biz əqidə öyrənirik? Baxın, Allah Teala bizi yaradıb və nizam qoyub. O nizamın başı əqidə elmidir. Ona görə fikir verin, hətta bizim qəbul olunan dualarımızın qabağında olan zikirlər var, ha. Nasıl ki, o zikirlərlə biz duamızı açırıq ki, Allah bizim duamızı qəbul eləsin. Misal üçün, Allahümmə innə nəsəlükə bi ennə ləkəl həmdə la iləhə illə ənt el-mənnanu bədi'us səmavati vəl-ard ya zəl cəlali vəl-ikram ya hayyu ya qayyum. Fikir verirsiniz, la ilahe illallah sözü var burada. Və həmçinin Allahümmə inni əsəlükə bi ennə ləkəl həmdə la iləhə illə entəl bi ennə ləkəl həmdə la iləhə illə ənt entəs saməd ləm yəlid və ləm yulad və ləm yəkun ləhu kufuvan əhəd. Həmçinin bu başqa zikirdir. Fikir verirsiniz, la iləhə illallah. Və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, ən fəzilətli zikir hansıdır? La iləhə illallah. Ən fəzilətli dua, elhamdülillah. La iləhə illallah əqidə elminin başıdır. Fikir, hətta duamız belə nə ilə qəbul olur? La iləhə illallah sözü ilə. Ona görə sual çıxanda ki, nəyə görə əqidə öyrənirik? Bir, çünki ən şərəfli elm bu elmdir. Əqidə elmidir. Və biz nə üçün yaranmışıq? La iləhə illallahı təhqiq eləmək üçün. La iləhə illallahı təhqiq eləmək. La iləhə mənası nədir? Kim deyər? Cavan oğlan. La iləhə mənası nədir? Yaxşı, siz deyin qardaş. Zəhmət olmaz. La iləhə mənası. Aha. Allah. Allahdan başqa ibadətə layiq məbud yoxdur. Allahdan başqa ibadətə layiq məbud yoxdur. Bunu hamı bir nəfər kimi bilməlidir. Yəni, bax, bu cürə bilməlidir. Allahdan başqa ibadətə layiq məbud yoxdur. Bu, əqidə elminin nə idi? Başıdır. Əqidə elmini, Allah Teala bizi deyir ki, Quran-ı Kərimdə Allahu-ləzi xalaqa səbə səmavat. Bax, diqqət edin, qardaşlar, bu ayələrə. Allah 7 qat göy yaradı. O minəl ardı misləhum. Onun mislini yerdə yaradı. Yətənəzzəlül əmru beynəhunnə li tə'ləmu. Allahın əmri göydən yerə nazil olur ki, 7 qat göy yaranır, 7 qat yer yaranır. Allahın əmri nazil olur ki, li, yəni li ki mənasında, yəni üçün, təlil. Nə üçün? Li tə'ləmu, öyrənəsiz. Nəyi öyrənəsiz? Ənəllaha alə kulli şeyin qadir, ənəllaha qad əhətə bi kulli şeyin ilmi. Allahın hər şeyi qadir olduğunu bilmək üçün və Allahın öz elmi ilə hər şeyi əhatə elədiyini bildiyini, yəni bilmək üçün. Biraz qabağa Coşqun müəllim, Allah əminə bərəkət versin. Nə dedik? Yəni budur ki, yəni insan Allahı tanıyarsa, insan bilərsə, heç vaxt Allahdan narazı qalmaz. Və əqidə elmi sənə Allahı öyrədir. Ona görə nədir? Ən şərəfli elm əqidə elmidir. Bu bir. Yəni ona görə hətta qayda var ki, şərəful elmi bi şərəfil məlum. Elmin şərəfi öyrənildiyi şeyin şərəfinə görədir. Misal üçün, hər peşə şərəflidir. Və hər peşəyə ehtiyac var. Hətta yol süpürən peşəsi də nədir? Şərəfli peşədir öz-özlüyündə. Lakin peşələr bir-birindən nədir? Şərəfdə üstünlüyü var. Və hətta Quran ayələri bir-birindən şərəfdə üstünlüyü var. Quran-ı Kərimin ən fəzilətli ayə hansıdır? Ayətül Kursi. Ən fəzilətlidir, şərəfi daha çoxdur. Nəyə görə? Hətta o da əqidə elminə görədir. Çünki başdan ayağa əqidədən danışır. Bax, Ayət-ül Kursiyə baxın, qardaşlar. 10 dənə cümlə var orada. Hamısı Allah'a tərif edir. Hamısı əqidədir. Onun da başı baxın, la iləhə illallahla başlayır. Allahu la iləhə illə huvəl hayyul qayyum. Subhanallah. Təsəvvür edin ki, Quran-ı Kərimdə ən fəzilətli ayə nə ilə başlayır? La iləhə illallahla başlayır. Deməli, ona görə Allah bizə nə deyir? Başqa ayədə deyir ki, bayaq dediyimiz ayədə, hansı ayələrdir bayaq? Kim deyər? Bayaq, Talaq surəsi 12-ci ayə. Yadda saxlayaq. Talaq surəsi 12-ci ayə idi. Bayaq dediyimiz ayə. Allah 7 qat göy yaradı. Onun mislini yerdə yaradı. Və Allahın əmri göydən yerə nazil olur ki, siz öyrənəsiniz, biləsiniz, elm öyrənəsiniz. Deməli, bütün yaradılış nə üçündür? Elm üçün, ən birinci. Sən bildinsə əməl eləməlisən. Bildinsə əməl eləməlisən. İkinci ayə Allah Teala nə deyir bizə? Əz-Zariyat 56-da ki: "Və mə xalaqtul cinnə vel insə illə liyəbudun." Biz insanlar və cinləri
yalnız mənə ibadət etmək üçün yaratmışam. Deməli, yalnız Allaha ibadət etmək üçün. Burada ayədə yalnız sözü yoxdur. Yalnız hardan çıxardırıq? Deyir ki, illə liya'budun. Liya'budun mənə ibadət etmək üçün. Amma biz deyirik ki, yalnız Allaha ibadət etmək üçün. Yəni Allahla yanaşı başqasına yox. Biri deyər ki, mən Allaha da ibadət edirəm, qəbirlərə, pirlərə də ibadət edirəm. Və sən bu ayəni gətirsən, o sənə deyəcək ki, hanı burada yalnız? Bu özdə əqidədir, öyrənmək lazım, bilmək lazım. Çünki biz hər birimiz müsəlman olaraq dəvətlə mükəlləfik. Bizdə olan elmin miqdarı qədər. Nəyi bilirik, ona dəvət mütləqdir. Dəvəti fikirləşməyən müsəlman ziyan içində olan müsəlmanlardandır. Vəl-əsr, innəl insənə ləfi xusr, ləl-ləzine əmənu və əmilə salihət və təvasəb ləxə və təvasəb bis-sabr. And olsun əsr çağına ki, insanlar ziyan içindədir. O kəslərdən başqa ki, onlar elm öyrənər, əməl edər, sonra dəvət. Deməli, elm yoxdursa, əməl yoxdursa, dəvət yoxdursa nədir? Ziyan içindəyik biz. Mütləqdir ki, öyrənəsən, mütləq. Öyrənməsən, nəsranilər kimisən. Öyrənib əməl etməsən, yahudilər kimisən. Ona görə orta yol kimindir? Yəni sırat ən'amtə aleyhim, nemət mun'amə aleyhimin yoludur, nemət verilmişlərin yoludur. Onlar da elmlə əməli cəm eləyənlər. Və ikinci əqidə elminin əhəmiyyətindən biri nədir? İnsanın əməlləri əqidə ilə səhih olur. Çünki insana ən birinci vacib olan nədir? Əqidə elmi. Baxın, Peyğəmbərimiz Muhammed sallallahu aleyhi ve sellem aləmlərə rəhmət olaraq göndərmişdi. Və Muaz radiyallahu anhunu dəvət üçün Yəmənə göndərəndə deyir ki, فَلْيَكُنْ أَوَّلُ مَا تَدْعُوهُمْ إِلَيْهِ إِلَى أَنْ يُوَحِدُ Allahın tohidi olsun ən birinci dəvət elədiyin şey. Bu hədisin bir ləfzidir. Başqa ləfzdədir ki, ilə şəhədətilləh. Allahın şəhadəti olsun. Şəhadət la iləhə illallah Muhammed Rasulullahdır. Fikir, hətta əqidə elmin öyrənməyin ən fəzilətli, yəni ən əhəmiyyətlərindən biri odur ki, insan imana girəndə nə ilə girir? Əqidə ilə la iləhə illallahla girir. La iləhə illallah Muhammed Rasulullah deyib, görürsən, hər şeyin, bütün xeyirlərin açarı nədir? La iləhə illallahdır. Ona görə insanın əməlləri, la iləhə illallahı əqidəsi doğru olmasa, insanın əməlləri doğru olmur. Və mən yəkfur bil imani fəqad habita əməluhu. Baxın, nədir? Kim imana küfr edərsə, Allah təala buyurur. Kim imana küfr edərsə, əməli puç olar. Deməli, iman nədir? Əqidədir. Ona görə Allah təala Quran başqa ayədə deyir ki, beləcə sənə, yəni kitabı və imanı öyrətdik. Mə kuntə tədri məl kitab vəl iman. Sən bundan qabaq bilmirdin ki, iman nədir, kitab nədir? Və lakin cəalnahu nuran. Lakin sən onu nə edək, sən də nur etdik. Elm, əqidə elmi nurdur. İnsanın gözünü açır. Əməllərini səhih eləyir. Ona görə bax, insanın əqidəsi düzgün olmayanda əməllər puç olur. Biraz öncə dediyimiz ayədə və həmçinin Allah təala buyurur ki: "Və men yushrik billah faqad habita amaluhu." Kim Allaha şərik qoşarsa onun əməli puç olar. Və həmçinin Allah təala başqa ayədə buyurur ki: "İnnallaha la yaghfiru an yushraka bihi." Allah özünə qoşulan şirki nə etməz? Bağışlamaz. Kim Allaha şərik qoşursa əməlləri puç olur onun. Əbədiyyən cəhənnəmə düşənlərdən olur. Təsəvvür elə, kim Allaha şərik qoşarsa. Deməli, əqidəni öyrənməliyik ki, şirki bilək. Vallahi, billahi, tallahi. Tevhid və əqidə, şirk mövzusu çox geniş mövzulardandır. Demək ki, mən bir dənə pirləri inkar eləməklə əqidəni bilirəm. Yox, qardaş. Elə deyil. Nə qədər bizim üzərimizdə gün ərzində tevhid və şirk və riya məsələləri təkrar olunur. Biz düşürük o problemlərə. Ona görə nə etmək lazım? Öyrənmək lazımdır. Ona görə əqidə elminin, öyrənməyin əhəmiyyətlərindən biri də əməlləri səhihləşdirməkdir. Çünki əməllər bunun üzərində qurulur. Və həmçinin əqidəni öyrənəndə necə dedik, insan şirkdən salamat olur. Və şirki öyrənirsən, şirkin növlərini öyrənirsən. Zahir şirk nədir, kiçik şirk nədir, böyük şirk nədir, zahir nədir, xafi nədir? Hamısını bilməliyik, öyrənməliyik. Bunu elm öyrənməsən bilə bilməzsən və bunlar bizə vacib olan şeylərdəndir. Və həmçinin əqidəni öyrənməyin faydalarından biri də insan ibadət eləyəndə insana xoşu nəsib eləyir. Yəni biri var ki, sən Fatihə surəsini oxuyursan, elmlə oxuyursan. Biri var, sən Fatihə surəsini oxuyursan, elmsiz oxuyursan. Ona görə Allah təala buyurur ki, Quran-ı Kərimdə:
Və bundan qabaq bir şey deyim ki, qardaşlar bəzən sual verirlər. Deyirlər ki, elə insan var ki, əməl eləyir, amma bilmir. Elə insan var ki, bilib sonra əməl eləyir. Bunların fərqi var, əcrdə fərqi var. Əlbəttə ki, var. Alimlər buyurur ki, qardaşlar, yəni Allah Taala'nın bu ayəsini gətirirlər ki, "Qul hal yestevillezine ya'lemuna vellezine la ya'lemun." Deyir ki, heç bilənlərlə bilməyənlər eyni ola bilər? Deməli, bilənlə bilməyən Allahın ayəsinə görə bir deyil. Bu bir. İkincisi, baxın Peyğəmbər sallallahu əleyhi və səlləm elmli kəsin savabının artmağı haqqında xəbər verir bizə. Deyir ki, Allah Resulü sallallahu əleyhi və səlləm deyir ki, "Es-sadaqatu" yəni bir sədaqə və əşrə əmsalihə. Yəni sədaqə 10 mislində yəni nəyi var? Əcri var. Yəni el-hasenatu bi'əşri əmsalihə. Özür istəyirəm, el-hasenatu bi'əşri əmsalihə. Yəni hər bir əməl 10 mislində mükafatlandırılır. Sən sədaqə verəndə 10 qazanırsan. 10 savab qazanırsan. Hər bir əməl elədin, ən azı onun var. Bu ayəyə görə. Amma sən sədaqə verəndə fiqhlə versən, elmlə versən, onda 20 qazana bilərsən, onda 30 qazana bilərsən, onda 40 qazana bilərsən və çox. Necə qazanırsan? 1. Sən sədaqəni versən qohuma, qohumdan ehtiyacı olana. Bu nə olur? Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, "Es-sadaqatu lil-qarib sadaqatun vasilə." Yaxın qohuma sədaqə vermək həm sədaqədir, həm qohumluq münasibətlərini möhkəmləndirməkdir. Görün elmin fəzilətinə bax. Və həmçinin Allah Taala Quran-Kərimdə buyurur ki, deyir ki, "Fəlaqtahamal aqaba." O insan deyir, əqabəni, enişi yoxuşu aşa bilmədi. Və mə ədraka məl aqaba. Sən hardan bilirsən aqaba nədir? Fəkku raqaba. Qul azad eləməkdir. Əv it'amun fi yawmin zi məsğabə. Və yaxud da çətinlik anda olan, yəni çətinlik anda olanı yedizdirməkdir. Sonra deyir ki, "Və yetimən zə məqrabətin əv miskinə zə mətrabə." Və yaxud da yaxınlıq olan, qohumluq olan yetimə yardım eləməkdir. Deməli, sən həm qohuma versən və həmçinin sən axtarsan qohumlardan yetim olanlar kimdir? Mən onlara verim. Bu 30 olur, bu 40 olur, bu və Allah Taala istədiyini 700 qat ondan da çox artırır. Bəyə əməllərlə artırır yəni. Ona görə sələflərdən biri deyərdi ki, kişi öz niyyəti ilə çatdığına əməli ilə çatmır. Niyyəti ilə çatdığı dərəcəyə kişi əməli ilə çatmır. Əməlin, yəni 2-3 dənə əməl, yəni subhanallah, nə edə bilərsən ki? Amma niyyətinlə nələr qazana bilərsən? Ona görə niyyət ən önəmli, yəni şeylərdən biridir. Ona görə də yəni bəzi alimlər, necə ki İmam Buxari, həmçinin İmam yəni Nəvəvi, həmçinin çoxu İbn Həcər rahimehullah kitablarını başlayanda nə ilə başlayırlar? Bu niyyət hədisi ilə başlayırlar. İnneməl a'malu bin-niyyət. Bildirərək ki, bütün din niyyətin üzərindədir. Əgər əqidə salamat olmasa, niyyət də salamat olmur. Çünki əqidə insanın niyyətini şirkdən, riyadan təmizləyir. Əqidə insanın əməllərini bidətdən, xurafatdan təmizləyir. Əqidə ilə insan səhih ilə zəifi ayıra bilir. Doğru ilə, haqla, batilə ayıra bilir. Bu əqidə olmasa insan ayıra bilmir bunu. Ona görə Allah Teala Quran-Kərimdə deyir ki, "Velillahil əsmaul husna fəd'uhu biha." Ən gözəl adlar Allaha məxsusdur. O adlarla Allaha dua edin. Sonra ki, "Vəzərul lezina yulhiduna fi əsmaihi seyuczawna ma kanu ya'malun." Deyir ki, onun adları haqqında azmışları tərk edin. Əqidə haqqında azmışları tərk edin. Onlar etdiklərinin cəzasını alacaqlar. Və nəyə görə biz əqidəni təlim edirik, öyrənirik, insanlara öyrədirik və qısaca olaraq, yəni bir neçə faydasını deyim. Birincisi, ona görə ki, insanların yəni əməllərini istəyirik ki, şirkdən, küfürdən, bu şeylərdən təmizlənsin. İkincisi, insan əqidəni bilməsə Rəbbini tanıya bilmir. Rəbbini tanımayan qul da Allaha düzgün şəkildə ibadət edə bilmir. Yəni, ibadəti düzgün olmur, əməlləri düzgün olmur. Və həmçinin fitnələrdən azad olmaq üçün, fitnələrdən qorunmaq üçün ən gözəl yol əqidəni öyrənməkdir. Çoxu vaxtı fitnələr insana əqidə tərəfdən gəlir. İlhad, yəni iki şeydə olur. Biri etiqadda, biri də əməldə. İlhad nədir? İ'tiqad, yəni əl-meylu mə yəcibu i'tiqaduhu vəl-əməlu bihi. Yəni, əməl etməsi, etiqad etməsi və həmçinin əməl etməsi vacib olan şeydən
başqasına yönəlmək nədir? İlhəddir. Yəni əqidə səni ilhəddən qoruyur, fitnədən qoruyur. Ona görə yəni təbii ki, səbəbdir bu. Qoruyan Allah təbii ki, səbəbdir ki, yəni qoruyur. Və həmçinin əqidə ilə insanlar batil fikirlərdən, batil məzhəblərdən, yəni batil əqidələrdən uzaq dururlar. Və həmçinin batil əqidə, qardaşlar, yəni hətta batil əqidə dövləti dağıdır. İnsanların həyatını ifsad eləyir. Ona görə baxaq, tarixə baxsaq, görərik ki, Mu'təzillər o vaxt ki, xilafətdə Mu'təzil əqidəsi yayıldı, xilafət dağıldı. Ona kimi sələfin əqidəsi idi. O vaxt ki, başladı Mu'təzil əqidəsi yayılmağa, hətta getdi, xilafətə qədər çıxdı və xəlifələr də o fitnəyə düşdülər və subhanallah, yəni dövlət dağıldı bu ilə. Ona görə alimlər gətirir ki, deyir ki, fasid əqidə insanları, dövlətləri neyinir, məhv edir. Ona görə Allah Teala Quran-ı Kərimdə buyurur ki, deyir ki, وَالَّذِينَ آمَنُوا وَلَمْ يَلْبِسُوا إِيمَانَهُمْ بِظُلُمٍ أُولَٰئِكَ لَهُمُ الْأَمْنُ وَهُمْ مُهْتَدُونَ. O kəslər ki, iman gətirər və imanlarına zülm qarışdırmazlar, ən böyük zülm də nədir? Şirkdir. Yəni, inhirafdır, dində olan inhiraf. ki, yəni onlar üçün hidayət və əmin-amanlıq var. Əgər hidayət istəyiriksə, əgər əmin-amanlıq istəyiriksə, onda əqidələri daima nə etməliyik? Öyrənməliyik əqidəni. Və həmçinin əqidə öyrənməyin ən böyük faydalarından biri, yəni insanı cahilliyi üzərindən qaldırmasıdır. Və insan öyrənir və cahillik qalxır. İnsan öyrənir, cahillik qalxır və Allaha elm üzərində nə edir? İbadət edir. Və Allah Taala'dan istəyirəm ki, bizi əqidəni öyrənməyə müvəffəq eləsin. Və bu müəyyən, yəni az bir faydalar idi. Yəni əqidəni öyrənməyin faydaları. Allah Taala'dan istəyirəm ki, bizi onu, yəni səhih əqidə, doğru əqidə sahiblərindən eləsin. Hansı ki, insanlar cənnətlərə əqidələrlə girəcəklər. Əqidələrə görə girəcəklər və əqidəsi batil onları hovuzun üstündən mələklər qovacaqlar və Allahdan deyirəm ki, bizi qiyamət günü hovuzun suyundan içənlərdən eləsin. Və axiru da'vana elhamdülillahi rabbil alamin. Subhanakallahumma bihamdik. Əşhədu an la ilahe illə ənt. Əstəğfir.